Yaxınlaşır. Yol verin de, yol verin. Salahov Yaşar. Dünyasını dəyişən qardaşın xalası oğluyam. Hansı qardaş? Adı nədir? Arisdir. Aris. Əlhəsənov Aris, Əfqan oğlu. Dünən çimərliyə gedərkən orada qardaşı oğlu dənizdə batdığını hiss eləyib, əmsini çağırıb. Əmsi də üzə-üzə, yəni onu xilas eləmək üçün yaxınlaşıb, ayağı uçuruma düşüb, dünyasını dəyişiblər ikisi də. Birini dünən tapmışıq, əmsin. Bugün saat 5 radələrində də uşağı gedib çıxartıb yətmiş. Biz hadisəni dediyimiz kimi xırda öz uşaqlarını aparmışdı, o həmən o 5 yaşlılarını. Elə tez-tez evdən əlaqə saxlayırdılar ki, uşaqlarla əlaqə saxlasınlar. Uşaq telefona cavab verdi ki, bir nəfər boğulur, ata onu xilas eləyir. Sonra məlum oldu ki, ata özü imiş. Belə. Canım buradan çekelim. Canım. Burada. Süleyman Otalı, Ağaverdoğlu, Həsən İsafansını deyir. O necə insan idi və hadisə Valla, oğlan çox gözəl oğlan idi, valla, çox gözəl insan idi. Heç kim ondan deyə bilməz. Hadisəni biz dönənlər işitdik ki, bunlar dənizə gediblər, dənizdə boğulublar, elə əmi qardaş oğlu da. Arisi tapıblar, gecə saat 1-də deyəsən. Ondan sonra səhər uşağı saat 4-də tapıblar. Gedib görər ləpə vurub, çıxıb suyun qırağına və götürüb gəlirlər. Çox gözəl insan idi, Allah rəhmət eləsin. Allah razı olsun.